Hər kəsi salamlayıram. Mən Elvin Əsgərov, Bakı Mühəndislik Universitetinin Sənaye Mühəndisliyi ixtisasından məzun olmuşam. Bu gün sizlərə sənaye mühəndisliyi haqqında məlumat verəcəm. Bu universiteti və ixtisası seçməyinizə əsas səbəb nə oldu? Universiteti seçməyim əsasən təhsil məsləhətçisi ilə danışmağım oldu ki, o mənə məsləhət verdi, dedi, əsasən nə istəyirsən, nəyi bəyənirsən, həyatda kim olmaq istəyirsən? Mən də dedim, hər şeydən biraz məlumatlı olmaq istəyirəm. Dedi, əslində sənə əsasən məsləhətim olardı ki, sən gəl sənaye mühəndisi ol və Bakı Mühəndislik Universitetini sənə tövsiyə verirəm. Çünki orada həm gənc kadrlar dərs deyir, tədris eləyir, həm də ki, gələcək perspektiv baxımından oradan bitirdikdən sonra xarici universitetlərdə daha rahat təhsil almağa davam eləyə bilərsən. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? İxtisas barəsində mənə ən çox verilən sual sənaye mühəndisliyini bitirən bir şəxs konkret olaraq nə işləyəcək? Mən deyərdim ki, tək sənaye mühəndisi kimi işləməyəcəksiniz. Bu ixtisası bitirdikdən sonra layihə idarə etmə, logistika, təchizat zəncirinin idarə olunması, ondan sonra data analitikaya yönlərində işləyə bilərsiniz. Ancaq sənaye mühəndisliyi üzrə də işləmək olar. Bu bir neçə zavodun verdiyi vakansiyalar əsasındadır. Deyərdim ki, ilk öncə özünüzü bu sahədə tapmaq üçün praktikalarla yoxlamağa çalışın. Bu universitetdə və ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Gedəcəyiniz hər hansı bir zavod olsun, layihə olsun, ondan sonra iş yeri olsun deyək, ofis olsun, korporativ olsun, qısa şəkildə deyə bilərəm ki, tez adaptasiya ola bilərsiniz. Çünki siz universitet boyu tək fənlər üzrə yox, müxtəlif peşələr üzrə təhsil alırsınız. Məsələn, proqramlaşdırma, ondan sonra optimallaşdırma metodları, istehsalat planlaması, layihə planlaması, yəni bu qədər yeni bir şeylər öyrənirsiniz. Bu cəhətdən siz gedəcəyiniz yerdə tez müddətdə adaptasiya ola bilərsiniz. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Mühitlərə tez müddətdə adaptasiya olmaq, məsəl üçün bizdə müəllimlərimiz mühəndis, idarəedici, ondan sonra konsultant kimi vəzifələrdə çalışırlar. Bu baxımdan biz gedə biləcəyimiz sahələrə tez müddətdə adaptasiya ola bilirik. Data yönümlü ixtisas olduğu üçün biz həm də analitik düşüncə bacarığı əldə elədik. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Bəli, əlbəttə gözlədiyimdən də yaxşı keçdi. Çünki mən orada həmçinin müəllimdən kənar dostlar da qazandım. Yəni bir tür networking oldu mənim üçün. Müəllimlərimiz bir öncəki dəfə dediyim kimi mühəndis, CEO və yaxud da iş idarəçisi kimi işlədikləri üçün onlar bizi müəyyən yerlərə praktikaya göndərmək imkanları oldu və bu baxımdan mən hələ də müəllimlərimlə əlaqədəyəm. Müəllimlərim məni məsəl üçün Azərtexnolayına təcrübəyə göndərdilər universitetin karyera şöbəsi ilə birlikdə. Azərtexnolayının Texniki Avadanlıqlar zavodunda təcrübə keçmə imkanım oldu. Orada deyərdim ki, mən bütün ilk baxışda tamam heç nəyi bilmirdim. Hər şey mənə yad gəlirdi, çətin gəlirdi. Amma ondan sonra fəhlə işçidən tutmuş baş mühəndisə qədər əlimdə ruska qələm ilə hər şeyi qeydə apardım. Onun bilikləri orada simulyasiyaya salıb testdən keçirmə imkanım oldu və onlar mənə yeni iş təcrübə müddətində yeni iş tapşırığı verdilər ki, mən orada işçilərin 1 dəqiqə ərzində hansı məhsuldan neçə dənə hazırladıqlarının hesablamasını aparırdım. Özümü doğrultmuşdum. Bu baxımdan mənə praktiki biliklərimi artırırdı. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Mühəndis yönümlü olmağı, necə deyərlər, uşaqlara, yəni tələbələrə mühəndisliyin necə olduğunu aşılayırlar. Yəni siz burada nəzəri biliklərlə yanaşı praktiki biliklər də əldə eləmiş olursunuz. Bu baxımdan Bakı Mühəndisliyi Universitetini tövsiyə edərdim hər kəsə. Əsasən də öz kafedramızı tanıdığım üçün Sənaye Mühəndisliyi kafedrası. Bu baxımdan elə öz ixtisasımızı da hər kəsə tövsiyə edərdim ki, siz burada gəlib hər şeyşünas ola bilərsiniz. Hər ixtisasdan biraz öyrənərək öz istiqamətinizi tapa bilərsiniz. Sənaye mühəndisliyi insanlarla, materiallarla, avadanlıqlarla əlaqədə olan bir mühəndislik qoludur. Yəni siz burada təkcə sənaye mühəndisi olmursunuz, logistika üzrə işləyən bir şəxs ola bilərsiniz. Təchizat satın alma üzrə işləyə bilən bir mütəxəssis kimi yetişə bilərsiniz. Data analitik, data science üzrə işləyən bir mütəxəssis ola bilərsiniz. Həmçinin mənim seçdiyim inşaat sahəsi üzrə planlamacı, ondan sonra səthə mühəndisi, yəni bu işlərdə işləyə bilərsiniz. Təbii ki, bu sizin öz öyrənməyə davamlılığınızla bağlıdır. Yəni ilk başlarda siz əgər üzərinizdə işləyib praktikaya daxil olaraq özünüzü hansı sahədə getmək istədiyinizi görüb bilsəniz,
o sahədə də davam eləyərəkdən istədiyiniz yöndə mütəxəssis ola bilərsiniz. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Akademik heyət tam ürəyimcə oldu. Deyərdim ki, onlar bizim həm müəllimimiz, həm dostumuz kimi oldular. Biraz öncə də dediyim kimi, nəzəri biliklərlə yanaşı, həmçinin praktiki bilgilər də aşıladılar ki, mən hələ də o bilgilərdən istifadə edirəm. Məsəl üçün bir ikisinin adını çəkə bilərəm. Universitet müddətində öyrəndiyim AutoCAD proqramı və MS Project proqramı getdiyim inşaat sahələrində mənim o sahədə tez müddətdə işi qavramağıma və işləri icra etməyimdə çox böyük köməyi dəyir. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Praktiki faydasını bəli hiss edirəm. Dediyim kimi, universitet müddətində öyrəndiyim proqram bilikləri, məsəl üçün AutoCAD-dır, MS Project-dir, ondan sonra Primavera olsun və digər vasitələr, yəni Excel onsuz da hər kəsə öyrədilir. Yəni bunun adını çəkməyə ehtiyac yoxdur deyə düşünürəm ki, bu baxımdan mən getdiyim inşaat sahələrində tez müddətdə layihəni oxuya bilirəm. Ondan sonra AutoCAD vasitəsilə müəyyən çizimlər eləyib hesablamalar apara bilirəm. Yəni deyərdim ki, bu həqiqətən də universitetdə öyrəndiklərimiz praktiki cəhətdən də istifadə edə biləcəyimiz biliklər olur. Düzdür, mən sənaye mühəndisliyi bitirmişəm və inşaat sahəsində çalışıram. Ancaq yenə də orada öyrəndiyim bilikləri müəyyən qədər istifadə edə bilirəm inşaatda da. Yenə də hər şey mənim özümdən asılıdır. Universitet fəaliyyətimlə kənarda da özümü inkişaf elətdirməyim mənim inşaat sahəsində irəliləməyimə çox böyük köməyi dəydi. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Universitetdə keçirilən, məsəl üçün tədbirlər olsun, layihələr olsun, mütəxəssislərlə görüş olsun, yəni belə karyeraya dəstək göstərə bilirlər. Həmçinin karyer şöbəmiz var ki, oraya yaxınlaşıb onların müqaviləyə bağladığı şirkətlərlə, zavodlarla məlumatlanıb da onlar sizi müəyyən praktiki sahələrə göndərə bilərlər. Həmçinin müəllimlərlə olan əlaqələrini də güclü saxlayaraq uşaqlar onların işlədiyi yerlər, yaxud da ki, bildiyi sferalara gedib praktika keçə bilərlər. Sizcə, sizin ixtisasınızı seçən birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Onlar düşünürlər ki, bəlkə də biz universitetə gəlib dərs öyrənəcəyik, imtahan verəcəyik, amma mən deyərdim ki, sizin universitetdən kənardakı fəaliyyətləriniz sizə ən çox dəstək olacaq, aktivliyiniz, könüllü, əslində könüllü tərəfdarı deyiləm, əsasən praktika tərəfdarıyam. Yəni sizin universitetdən sonra keçirəcəyiniz kitab oxumaq, YouTube-da izləyəcəyiniz mühəndislik videoları olsun, praktiki biliklərinizin praktika sahəsində artırmağınız olsun, sizə qalan bunlar olacaq və siz nə qədər tez iş həyatına başlasanız, bir o qədər sizin üçün yaxşı olacaq. Universiteti bitirdikdə artıq siz mütəxəssis kimi işinizə davam etmiş olacaqsınız. Bu da sizi digər gənclərdən bir neçə pillə önə çıxardacaq, aparacaq. Birinci kurslara bundan başqa sosial media ilə bağlı tövsiyələrim ola bilər. Tövsiyəm ondan ibarətdir ki, siz özünüzü ilkin olaraq mənim də istifadə elədiyim LinkedIn platformasında tanıtmağa çalışın. LinkedIn platformasına təkcə girib də profil yaratmaqla deyil, profilinizi tamamlayın, optimallaşdırın və bundan sonra təcrübələrinizi, iştirak etdiyiniz layihələri, universitetdə öyrəndiyiniz fənləri paylaşa bilərsiniz. TikTok və YouTube Reels platformasında mühəndisliklə bağlı, mütəxəssis olacağınız sahə ilə bağlı kiçik kreativ videolar çəkib paylaşa bilərsiniz deyə düşünürəm. Bu onlara özlərini tez müddətdə tanıtmaq imkanı verəcək. Yəni qarşı tərəf deyəcək ki, artıq tələbəçilik müddətində öz üzərində işləyib, iş mühitinə hazırdır, iş təklifləri belə ola bilər. Yəni LinkedIn-dən mən elədiyim paylaşımlar sayəsində bir neçə yerdən iş təklifi də almışam. Bu ixtisasda oxumaq səndə nələri dəyişdi? Burada oxumaq mənə yeni mühəndislik baxış bucağı formalaşdırdı. Bir sənaye mühəndisi kimi istənilən inşaat sahəsində olsun, zavod sferasında olsun, mən orada analitik düşüncə ilə optimallaşdırma aparmağa çalışıram və həmçinin işçilərin sağlamlığını düşünərəkdən ergonomik baxışla keçirilə bilirəm sahəyə. Yəni ümumiyyətlə belə desək, mühəndislik baxış bucağı qazandırdı mənə. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Müəyyən qədər demək olar ki, bəli, ancaq ümid edirəm gələcəkdə tamamilə bu tələbələrin rəyinə əsaslanan bir mühit yaranar. Səni həqiqətən inkişaf etdirən bir dərs və ya müəllim olubmu? Əslində məni inkişaf etdirən bir dərs və bir müəllim yox, bir neçəsi olmuşdur. Onlardan ancaq birini sizə deyə bilərəm ki, Elxan müəllimin tədris etdiyi fənn ilə karyerama planlama üzrə mütəxəssis kimi başladım. Əslində ilk öncə təcrübədə oldum və təcrübə müddətini uğurla başa vurduğum üçün onlar məni kiçik mütəxəssis kimi işə götürdülər. Deyərdim ki, bir müəllim
mənim həyatımda böyük bir dəyişimdir. İnşaata marağımı daha da artırdı. Əslində mən hələ də özümü tapmamışdım 3-cü, 4-cü kurs olmağıma baxmayaraq. Ancaq bu fənnin mənə verdiyi deyək özgüvənmi, ondan sonra bir maraqmı məni inşaata yönəlməyə sövq etdi. Mən hal-hazırda hətta sahə mühəndisi kimi də fəaliyyət göstərmişəm sahədə. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Özünüzü digərləri ilə müqayisə etməyin. Deyərdim ki, başqalarının fikri ilə universitetə daxil olmayın. Düzdür, valideynlər müəyyən məsləhətlər verə bilər, ancaq yenə də siz karyera məsləhətçisi, tədris məsləhətçisi, yəni universitetlərlə sıx ünsiyyətdə olan adamlarla danışın, yaxud da ki, mütəxəssislərlə əlaqə saxlayın. Bilin ki, siz həqiqətən nə istəyirsiniz. Tendensiyaya qapılıb da deməyin ki, məsəl üçün, hə bu işdə 1000 manat, 2000 manat qazanılır. Mən bəlkə də doğru sahə seçməyəcəm, bəlkə də o pulu qazana bilməyəcəm. Yəni pul yönümlü yox, siz həqiqətən özünüzü yetişdirmə yönümlü düşünməyə çalışmalısınız. Belə olduqda siz artıq mütəxəssis ola bilərsiniz. Yəni mühəndis mindseti, mütəxəssis mindsetində olacaqsınız. Bu da sizə sonda, yəni universiteti bitirdikdə yaxşı maaş qazanma imkanlarına gətirib çıxarda bilər. Bu universiteti və ixtisası seçən biri nəyi bilməlidir? Burada inkişaf etmək istəyən hər bir tələbəyə güzəştlər də olur, köməkliklər də göstərilir. Ancaq yenə dediyim kimi sizin özünüzdən asılıdır hər şey. Yəni sizin nə qədər öyrənməyə az olduğunuzla bağlıdır. Müəllimlər sizə o tədrisi verəcəklər. Ondan sonra siz imtahanlardan da keçəcəksiniz. Həqiqətən çalışqan birisinizsə, oxuyursunuzsa, bunlar hamısı nəzərə alınacaq. Ancaq yenə də hər şey sizin özünüzdən asılıdır. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Yəni universitetin 3-cü, 4-cü kurslarında öyrəndiyimiz biliklərlə yanaşı istərdim ki, praktiki bilikləri də aşılasınlar, yəni sizi praktikaya göndərsinlər. Praktikaya göndərildikdə artıq siz o biliklərin necə, harda istifadə olunduğunu biləcəksiniz. Sizə də daha rahat olacaq və özünüzü tapma prosesində bu daha da sürətləndirilmiş olacaq. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti və ixtisası seçərdin. Bəli, əlbəttə, mən yenə hər şeyşünas tipli insan olduğum üçün hər şeydən biraz məlumatlı olmaq istəyirəm. Bu baxımdan yenə də bu universiteti, bu müəllimləri və bu ixtisası seçərdim. Sənaye mühəndisi olan bir tələbə nələri öyrənir? Sənaye mühəndisi əsasən təchizat sənətinin idarə olunması, mühəndis etikası, mühasibatlıq cotu, proseslərin optimallaşdırılması, mühəndis qrafikası, layihələrin idarə olunması, layihənin planlaması, saya bilməyəcəyim bir çox şey tədris olunur. Mən deyərdim ki, elə bu ixtisasları öyrəndiyiniz müddətdə özünüzü tapa bilərsiniz. Təbii ki, fənlər keçdikcə tapmaq çətin olacaq. Ona görə bir zavoda və yaxud da bir müəssisəyə praktikaya gedin, orada özünüzü artıq tez müddətdə tapacaqsınız. Biləcəksiniz ki, siz planlamada çalışmalısınız, keyfiyyətə nəzarətdə çalışmalısınız, yəni səthəm üzrə mühəndis kimi çalışmalısınız, siz özünüzü belə tapa bilərsiniz. Hətta inşaat üzrə də belədir. Çünki inşaatda tək inşaat mühəndisi yoxdur, oranın da keyfiyyət mühəndisi var, elektrik mühəndisi var. Yəni fərqli-fərqli mühəndislik dalları var. Siz praktikada özünüzü çox rahatçılıqla tapa bilərsiniz. Sahəyə ilk dəfə çıxacaq olan bir tələbə nələri bilməlidir? Sənaye mühəndisi oxuyan birinə ilk tövsiyəm özünüzü tapmaq üçün ən sadə vasitə Google-dur. Google-dan istifadə eləyin və bundan sonra praktiki biliklərdir. Layihələrdə iştirak eləyin. Ondan sonra karyera şöbəsinə universitetə müraciət eləyin. Müəllimlər əgər mühəndisdirsə, konsultantdırsa, onların işlədiyi sahələr də əminəm ki, var və onlara müraciət eləyin ki, heç olmasa bir neçə aylıq orada iştirak eləmiş olasınız. Yəni əsasən sənaye mühəndisliyində özünü tapmaq üçün çoxlu araşdırma eləmək və sahədə iştirak eləmək vacibdir. Siz ancaq özünüzü tez müddətdə belə tapa bilərsiniz. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? İlk öncə məni dəvət etdiyiniz üçün təşəkkür eləyirəm. Abituriyentlərə deyərdim ki, həqiqətən də özünüzü heç kimlə müqayisə eləməyin. Tendensiyalara qapılıb da bu ixtisas belədir, bu ixtisas elədir deyə ixtisas seçməyin. Həqiqətən də işin içində olanlarla məsləhət alın. Mütəxəssis olsun, mühəndis olsun, ya universitetlərlə əlaqədə olan insanlar olsun. Bunlarla məsləhət alıb da universitetinizi seçin. Çünki 4 il elə də kiçik müddət deyil. 4 il ərzində aldığınız təhsil mən istəməzdim ki, sonda diplom olaraq qalsın. Siz universiteti bitirməmiş bir mütəxəssis kimi artıq o universitetdən məzun olsanız sizin üçün və ailəniz üçün, gələcəyiniz üçün daha yaxşı olacaq deyə düşünürəm.